Azərbaycan Rusiyalı turistlər üçün yaşayış xərclərinin əhəmiyyətli dərəcədə azaldığı xarici istiqamətlər sırasında yer alıb. Onlayn bronlaşdırma xidmətinin son məlumatına görə Bakıda otellərdə bir gecəlik orta yerləşdirmə qiyməti ötən illə müqayisədə 17% azalaraq təxminən 6000 rubl təşkil edib. Bu göstərici Azərbaycanı Rusiyalı turistlər arasında populyar olan istiqamətlər üzrə qiymətlərin ən çox ucuzlaşdığı ölkələrdən birinə çevirib. Statistikaya əsasən 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana səfər edən turistlərin təxminən 30%-ni Rusiya vətəndaşları təşkil edib. Həmin dövrdə ölkəyə dünyanın 175 ölkəsindən ümumilikdə 658 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır. Turizm sahəsində fəaliyyət göstərən ekspertlər bildirirlər ki, son dövrdə Rusiyalı turistlərin MDB ölkələrinə, o cümlədən də Azərbaycana marağı artıb. Mütəxəssislərin qiymətləndirməsinə görə bu ölkələrdə otel rezervasiyalarının sayı təxminən 30% yüksəlib. Bu tendensiya Azərbaycanın regionda turizm baxımından cəlbedici istiqamətlərdən biri olaraq mövqeyini qoruduğunu göstərir.